Salam, hər vaxtınız xeyir olsun. Bugün sizin görüşünüzə müəllimlərin işə qəbulu imtahanı çərçivəsinə daxil edilən 6-cı sinif dərsliyi üzrə olan əsərlərdən biri ilə gəlmişəm. Bu hekayə Eyvaz Zeynallınındır. Tənha nar ağacı. Tabii ki, bu da simvolik məna ifadə edir. Tənha nar ağacı həm də təkcə ağac olaraq tənha deyildi. Bu, öz yurdundan, öz sakinlərindən uzaq düşən, ayrı düşən bir ağac idi. Əvvəlcə gəlin Eyvaz Zeynallının bu hekayə və ümumilikdə mövzu ilə bağlı olan düşüncələrinə diqqət yetirək. Qarabağ mövzusu yaradıcılığımın ana xəttini təşkil edir. Talan edilən yurdumuz, qaçqın həyatı yaşayan Qarabağlıların taleyi məni həmişə düşündürüb. Gördüklərimi, hiss və düşüncələrimi Qarabağ hekayələri kitabımda əks etdirməyə çalışmışam və biz bir xalq olaraq Qarabağ dərdini düz 30 il yaşamışıq və şükürlər olsun ki, düz 30 il sonra Ali Baş Komandan, ordu və xalq birliyi nəticəsində biz qələbə qazanmışıq. İzahı keçməmişdən əvvəl qruplar haqqında qısa məlumat vermək istəyirəm. Mənim yanvar ayı üzrə Azərbaycan dili və ədəbiyyat fənlərindən qruplarım aktivdir. Kimlər istəsə daxil ola, qoşula bilərlər. Belə ki, biz sıfırdan başlayırıq. Azərbaycan dili və ədəbiyyat fənni hər iki fən üzrə. Ekranda gördüyünüz nömrənin WhatsApp-ına yaza bilərsiniz. İndi isə keçək izaha. İl quraqlıq gəlmişdi. Daşını örtən nazik qar örpək Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağa hopmuşdu. Deməli, burada Novruz bayramının adı çəkilir və Novruz bayramından deyir bir neçə gün keçmiş. Hansısa testdə ərəfə sözü yazılsa, biz onu yanlış götürəcəyik. Çünki Novruz ərəfəsi deyildi. Ərəfə sözünün mənası hansısa bir bayramdan, qeyd olunan gündən əvvəlki tarixi, bir neçə gün, bir gündə olsa əvvəlki tarixi ifadə edir. Deməli, Novruz ərəfəsidir deyilsə, yanlışdır. Novruz bayramının adı Axundzadənin bizim çərçivəmizdə olan iki əsərində keçir. Həm Müsyo Jordan adını qısa deyirəm, həm də Aldamış Kəvakib əsərində bu bayramın adına rast gəlirik. Eləcə də bir çox əsərlərdə, məsələn, Gələcək gün əsərində də var idi. Heydər Babaya salam əsərində də. Yaz aylarında daşqını, selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi öz içində boğulmuşdu. Yazın leysan yağışları yoxa çəkilmişdi. Yaz fəslindən söhbət gedir burada. Yaz fəsli də bir çox əsərlərdə var. Zeybək qızı əsərində, Düratın itməyi qolunda, Dəli Kürün əvvəlində biz bunu görmüş oluruq. Yəni, bir çox əsərdə yaz fəslinin tərənnümü var, dağlar qoşmalarında və s. Günəşin şüaları torpağı qovurduqca təzəcə baş qaldıran cücərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri budağında quruyan ağaclar yarpaqları xəzələ döndükcə sanki yasa batırdı. Peyzaj lirikası görürük, yəni təbiət təsviri Bahariyədə olduğu kimi Dəli Kürün əvvəlində də var idi belə bir peyzaj lirikası və s. Havaların belə keçməsi insanların əhvalını əməlli başlı korlayırdı. Deməli, hava yaxşı keçmirmiş, quraqlıq idi. Tez-tez rayonlara, yer yurdlarından qaçqın düşmüş qohumlarına baş çəkməyə gedən İlqar, bu mənzərələri seyr etdikcə daralır, qaş-qabağı açılmırdı. Deməli, İlqar bu əsərin, hekayənin obrazıdır və tez-tez qohumları ilə görüşürmüş, onlara baş çəkməyə gedirmiş və onun qohumları da Qarabağ müharibələri dövründə qaçqın düşüblər. Nə qədər quraqlıq keçsə də cənnətdir indi bizim yerlər. Həsrət qalmışıq yurdumuzun gözəlliklərinə. Xəyalından dönə-dönə keçirir. Yəni, vətənindən uzaq düşən bir insandır. Köksünü ötürürdü. Bu hekayə real həyat hadisələri əsasında yazılmış bir hekayədir. Doğrudan da 30 il vətənindən, obasından, doğma yurdundan, evindən, eşiyindən uzaq düşən Qarabağlılar bu hissləri həqiqətən də keçiriblər. Sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də, nə gündüzlər, nə də gecələr rahat ola bilirdi. Deməli, kimin tövsiyəsi ilə? Sevimli müəllimlərinin tövsiyəsi ilə qalır universitetdə və bitirdiyi universitet idi bu onun. Rahatlıq tapmırdı bu insan. Müəllim kimi fəaliyyət göstərirdi. Müəllim kimi fəaliyyət göstərmək də aiddir Mithət Əfəndiyə, Seyid Hüseynə, Oqtay da müəllimlik edirdi gündə bir neçə saat, yəni 2 saat onun müəllimlik etdiyi vurğulanır. Bir çox əsərlərdə müəllimlik etmək, məsələn, Firidun daxil olmaqla bir çox obrazlara aiddir. Doğulu boya başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. Su quyusunun yanında öz əli ilə əkdiyi körpə nar ağacının nazik, kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı ki,
Sonuncu dəfə isə yuxusuna girən kəndləri, atasının uyduğu qəbirstanlıq ona elə aydın göründü ki, bu gənc müəllimi yerindən oynatdı. Deməli, sonuncu dəfə yuxu görürmüş və yuxusunda kəndlərini görür, atasının uyduğu qəbirstanlığı görürmüş və bu gənc olmasına baxmayaraq atasını itirən bir insandır. Atasını itirmək məsələsi Azada da aid idi. Bir çox əsərlərdə var ata itirmək. Elə Şamxala, Əşrəfə də aiddir. Atasını itirir, yəni Cahandar ağa sonda ölmüş olur. Və Qaytar ana borcunu şeirindəki oğlan da atasız böyüyən uşaqlardandır. İndi onu nə rahat yataq, nə universitet həyatı, nə də quracağı karyera maraqlandırırdı. Öz məqsədi uğrunda, öz məqsədin naminə nədənsə əl çəkmək Mithət Əfəndiyə də aid olan fikirdir. O da müəllim idi, eyni ilə İlqar kimi və anasına bildirir ki, əsarətdə, yəni Darülfünun əsarətdədir. Əsarətdə təhsil lazımdırmı mənə? Yəni lazım olmadığını qeyd edir. Seyd Hüseyndə də belə bir fikir var idi ki, o deyirdi ki, əsarətdə olan bir qıza şeirlər yazılarmı? Siz əvvəlcə deyir o qızlara azad edin əsarətdən, əsirlikdən. Ondan sonra onlara şeirlər yazın. Yəni bu üç obrazın düşüncələri burada eynilik təşkil edir. Həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözlədi. Dan yeri sökülər-sökülməz yerindən qalxıb əl üzünü yudu. Üst başını səliqəyə saldı. Onun bütün hərəkətlərini izləyən Səlminaz xanım təəccübünü gizlətmədi. Səlminaz xanım. Səhər erkən xeyir ol, ayıq ol. Bu nə təmtəraqdır? İclasınız var, yəni ana bilə düşünür ki, iclası var imiş. İlqar gülümsündü, mülayim səslə deyir. Ana, vacib görüşə gedirəm. Bugün hərbi komissarlığa dəyməliyəm, deyəndə ananın ürəyi qopdu. Oğul, müharibə başlayır? Yox, amma əvvəl-axır başlamalıdır da. Hərbiçi olmağa qərar verdim ana. Deməli oğlan, burada İlqar öz fikrini anasına bildirir. Hərbiçi olmağa qərar verilmiş. Mithət Əfəndi ilə anası ilə keçən diyaloq sanki burada da bir növ özünü göstərmiş olur. Bəs işin, gələcək karyeran. Torpağı tapdağda olan alimin nə işi, nə də karyerası olar. Fikir versəniz, Mithət Əfəndinin ideyasıdır bu da. O da müəllim idi. O da işini, gücünü, təhsilini, tədrisini ataraq vətəni uğruna mübarizəyə qoşulmuş olur. Eyni ilə İlqar kimi. Səlminaz məhəbbət yağan gözlərini oğlunun üzündən ayıra bilmədi. Dərindən köks ötürüb deyir. Tanrım nəzərlərini üstündən əksi etməsin bala. Çox keçmədi ki, leytenant rütbəli İlqar Əhmədli en saylı hərbi hissəyə göndərildi. O elə ilk gündən tağım komandiri kimi xidmətə başladı. Deməli, leytenant rütbəli İlqar Əhmədli, İlqarın soyadını da öyrənirik, Əhmədlidir soyadı və leytenant rütbəlidir. Dözülməz istilər cəbhənin Füzuli bölgəsindən keçən ön xəttində xidmət edən əsgərlərin işini xeyli çətinləşdirmişdi. Füzuli bölgəsinin adı çəkilir və dözülməz də isti var imiş. Nə qədər gənc güclü olsalar da, günlərlə davam edən şiddətli istilər bəzən onları da təntidir, haldan hala salırdı. Günorta saatlarında yanar kürək kimi dolanbac səngərlərin üzərindən asılaraq od eləyən günəş sanki bu sayseçmə oğulların iradəsini sınağa çəkirdi. Çox istiymiş və əsgərlər də əziyyət çəkirdi, amma mübarizədən əl çəkmirdilər. Tağım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır, əsgərləri ilə bərabər keşik çəkirdi. Deməli, İlqar Əhmədli tağım komandiridir və öz əsgərləri ilə birlikdə vətənin keşiyindədir. Səngər boyu gözlərini qarşı tərəfə zilləyən əsgərlərin dözülməz istidən şikayətlənməməsi, bir sərin dallanacaq arzulamaması bəzən onu kövrəlsə də sinəsi qürurla qabarırdı. Baxın, burada əsgərlər şikayətlənmir. O baxışlarını səngər boyu düzülən əsgərlərindən ayırıb durbinlə qarşı tərəfi müşahidə elədi. Adətən güclü istilər zamanı başını qoruyan düşmən tərəfdə açıq-aşkar canlanma duyulurdu. Baxın, bu hissədə, şəkillərdə də göstərilmiş olur. Komandir durbini gözündən çəkmədən dedi. Düşmən tərəfdə canlanma var. Sərvaxt olun. Silahları hazır vəziyyətə gətirin. İstənilən an atəş açıla bilər. Deməli, bunları gözündən durbini çəkmədən bildirmiş olur. Komandir səhv etməmişdi. Bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Ardınca isə mina atanlar işə düşdü. Deməli, birinci pulemyotlar, ikinci isə mina atanlar. Səngərin lap qarşısına düşən minalar partlayır, qəlpələr ölüm saçırdı. İlqar bilirdi ki, mina yağışının ardınca düşmən piyadaları hücuma keçəcəklər. Bu, deməli, döyüş taktikasıymış. Komandir qərargahla əlaqə saxladıqdan sonra əmr verdi. Güllə məsafəsinə çatana qədər düşmən irəli buraxılacaq. Deməli, gülləyə çatana qədər, üzbəyüz təkbətək döyüşə çatana qədər düşmən irəli buraxılmalıdır. Doğrudan da qarşı tərəfdən cavab almayan düşmənlər çox keçmədən səngərdən çıxdılar. Əvvəlcə ehtiyatla, sonra isə sürətlə irəli şığıdılar. Komandirin işarəsi ilə silahlar işə düşdü.
Öndə gələnlərin əksəriyyəti yerə sərildi. Qalanlar isə minaların açdığı çalalara sindilər. Hücum uğurla dəf edilmişdi. Əskərlərin üzündə xoş bir ifadə göründü. Ertəsi gün İlqar Əhmədlini qərargaha çağırdılar. Nə üçün çağırıldığını bilməyən zabit bir qədər həyəcanlandı. Deməli, nə üçün çağırıldığını bilmir. Qərargah rəisi polkovnik Nağıyev otağa daxil olan bu ucaboy, yaraşıqlı zabiti diqqətlə süzərək dedi. Əyləşin. İlqar əyləşdi. Polkovnik əlindəki qələmin arxası ilə stulu astaca döyəcləyib soruşdu. Demək, universitetdə müəllim idiniz. Bəli, cənab polkovnik. Hərbi xidməti seçdiniz və karyeranı qurban verdiniz? Elədir ki, var. Bəs nə üçün hərbi xidmətə gələrkən israrla bu bölgəyə gəlməyinizi istəmisiniz? İlqar susdu. Qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. Deməli, rəislə danışdığı zamanda artıq həyəcanı keçmiş olur və başlayır başlarına gələn o hadisələri xatırlamağa. 1993-cü ilin isti yay günləri bir-birini əvəz edirdi. 93-cü ilin isti yay günləri. 2 il idi ki, kənd qorxu səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşinə tutulmasın. Bir neçə günün içində top mərmiləri 6 evi yerlə yeksan etmişdi. Ölənlərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da var idi. Deməli, elə gün olmurdu ki, deyir, kənd atəşə tutulmasın və 6 evi yerlə yeksan edibmiş mərmi. İlqar danışığına ara verdi. Bunları danışmağa nə ehtiyac var ki? Fikrindən keçirdi. Bunu hiss edən qərargah rəisi mehriban səslə. Danışın, necə olubsa, hamısını söyləyin, dedi. Şahidi olduğu hadisələr çox sürətlə, bəzən də əlaqəsiz şəkildə yaddaşında təzələnəndə leytinant özünü ələ almağı bacardı. Xatırladı ki, məktəbdə dərslərə tez-tez ara verilirdi. Partlayış səsi eşidən kimi müəllimlər əl-ayağa düşür. Şagirdləri təhlükəsiz yerə aparmağa çalışırdılar. Öz məktəb dövrü yadına gəlir İlqarın. Gecələr yuxudan qışqıraraq ayılan uşaqlarını valideynlər məktəbə qorxa-qorxa göndərirdilər. Kənddə yaradılan könüllü müdafiə dəstəsinin cəmi 4 avtomatı var idi. Deməli, 4 dənə avtomatı var imiş. Dövlət adamları 2 il əvvəl qapı-qapı gəzib ov tüfənglərini yığmışdılar. İnsanlar hər gün bizim həyətimizdə toplaşır. Sayılan seçilən ziyalısı olan Mürsəl müəllimin, atamın məsləhətlərini dinləyir, silah olmasa da gənclər yalan əllə postlara yollanırdılar. Atamın səyi ilə sonralar 8 avtomat və 12 əl qumbarası tapılmışdı. Deməli, gəlin bu hissəyə daha dərindən baxaq. Mürsəl müəllim İlqarın atasıymış. Kəndin sayılan seçilən bir ziyalısı olub. Rüstəm bəy kimi, Cahandar ağa kimi və s. Atasının səyi ilə 8 dənə avtomat və 12 əl qumbarası tapılmışdı və atası gəncləri döyüşə ruhlandırırdı, onları döyüşə səsləyirdi. 2 il əvvəl qapı-qapı gəzib, hətta əhalinin, dinc sakinlərin əlində olan o ov tüfənglərinə qədər yığmışdılar. Atasının məsləhətlərini dinləyirdilər bu gənclər. Silah olmasa da, deməli, yalın əllə postlara yollanırdılar. Yalın əllə düşmənə qarşı mübarizə aparmaq Şəhidlər poemasında da keçən məqamdır. Deyir ki, yalın əlləri ilə tankın üstünə yeriyən cavanlar eşq olsun sizə. Yəni, bu motiv orada var idi. Hekayənin davamına keçid alırıq. Avqustun ortaları idi. Deməli, avqust ayının adı çəkilir və hələ də bunları İlqar qərargah rəisinin qarşısında danışırdı. Yəni, xatirələri canlanır gözümüzün qabağında bizim də. Hər gecə posta gedən atam cümə axşamı evdə qalmışdı. Cümə axşamı. Yəni, 4-cü gün. Heç özündə değildi. Elə bil nəsə itirmişdi. Səhər tezdən həyətdə gəzir, sevə-sevə saldığı bağçanı, əkdiyi meyvə ağaclarını diqqətlə nəzərdən keçirdi. Axşama yaxın atam məni qonaq otağına çağırdı. Əlini kürəyimdə, saçlarında gəzdirdi. Aram-aram danışmağa başladı. Anandan, bacından müğayət ol. Mən sənə inanıram. Bilirəm ki, ağıllısan, həm də axı böyük kişi olmusan. Bunlar onun mənə dediyi son sözlər idi. Deməli, axşam atası İlqarı, Mürsəl müəllim, otağına çağırır və bu sözləri ona demiş olur. Və bu sözlərdə İlqarın atasının eşitdiyi son cümlələr idi. Həmin gecə şiddətli atışma oldu. Kənddə bütün gecəni bir nəfər də gözlərini yummadı. Rayon mərkəzindən polislər gələnə qədər kəndimiz düşmənin qarşısında dağ kimi dayandı. Onlar postlarımıza yaxın düşə bilmədilər. Deməli, kənd müqavimət göstərir özü. Kömək gələndən sonra düşmən hücumu dayandırdı. Hava işıqlanmamış postdan yaralıların və ölənlərin olması barədə xəbərlər gəlməyə başladı. Yəni, hava hələ işıqlı deyildi. Hamımız çarəsiz idik.
Nə edəcəyimizi bilmir, doqqazlardan, yollardan yığışmırdıq. İlk gətirilən yaralı çiyninə çalın çarpaz sarğı qoyulmuş qonşumuz Əkbər əmi idi. Deməli, yaralı halda Əkbər əmini gətirirlər. Çox qan itirdiyi üçün rəngi ağappaq olmuşdu. Onun pıçıltı ilə heyf Mürsəl müəllimdən sözlərini eşidən qadınlar şivən qopartdılar. Deməli, Mürsəl müəllim ölübmüş və o xəbəri də biz oxucu olaraq və həm də oradakı obrazlar Əkbərindən eşidirlər. Ölməmişdi, heç olmasa sözlərini dilə gətirə bilirdi. Bütün kəndlərdən atamın dəfninə gələnlər vardı. Amma onların heç biri mənə atasızlığımı unutdura bilmirdi. Yeganə təsəllim onunla birlikdə dolaşdığım, hər daşında, ağacında atamın söz sığalı olan yerlər idi. Bir neçə gündən sonra avqustun 23-də qaçqın həyatımız başladı. Deməli, atası vəfat edir və ondan sonra avqustun 23-də qaçqın həyatı başlamış olur. Çox acı çəkdik. Amma bir gündə doğma kəndimizi unutmadım. Cənab polkovnik, vətənin o başı bu başı olmaz. Amma bu yerlərin hər dağı, hər daşı mənə tanışdır. Bütün girişləri, çıxışları tanıyıram. Çünki elə bir yer olmayıb ki, atam mənə göstərməmiş olsun. Bu səbəbdən hərbi xidmət üçün buranı seçdim. İlqar rəhmətli sözünü bitirib qərargah rəisinin üzünə baxdı. O razılıqla başını tərpətdi. Bizim bu torpaqları yaxından tanıyan hərbiçilərə böyük ehtiyacımız var. İndi öz tağımına get. Vaxtı gələndə sənin verdiyin bilgilərdən yetərincə istifadə edəcəyik. İlqar rəhmətli qərargaha gələrkən nə qədər həyəcanlı idisə, indi bir o qədər sakit idi. İçindən gələn bir səs onu astadan pıçıldayırdı. Lap yaxınlarda nəsə baş verəcək. Doğma yurda aparan yollarda yaşıl işıq yanacaq. Bəli, biz bu yaşıl işıqda canlı gördük, şahid olduq. Hərbi hissədə aramsız təlimlər davam edirdi. İlqar Əhmədlinin tağımı həmişə fərqlənir və komandanlığın təşəkkürünü qazanırdı. Belə anlarda o deyirdi. Bizim təlimlərdə fərqlənməyimiz təşəkkür almağa görə deyil. Torpaqlarımızın azadlığı üçündür. Yəni azad kimi vətəni sevən bir gəncdir. Mithət Əfəndi kimi. Nə günəşin istisi, nə payızın çiskini, nə də qışın sazağı bizi qorxudacaq. Biz qisasımızı elə almalıyıq ki, düşmən bunu ömür boyu unutmasın. Bir də bizə qarşı çıxmağa cəsarət etməsin. Son günlər yüksək rütbəli zabitlərin hərbi hissəni ziyarət etməsi, müxtəlif tapşırıqların verilməsi tezliklə nəyinsə başlanacağına işarə idi. Bunu bütün şəxsi heyət anlayırdı. Sentyabrın sərin mehi yayın nəfəs kəsən istisini xeyli yumşaltmışdı. Burada fikir versəniz hadisələr 2020-ci il vətən müharibəsi ilə əlaqələndirilir. Yəni sentyabrın 22-sində bildiyiniz kimi vətən müharibəsi başlamışdı. Sanki həmin hadisələr burada cərəyan edir. Yəni müharibəyə qədərki olan o hadisələr. Təkəmseyrək görünən ağacların bəzisi sarı sırğalarını qulağından assa da, bəziləri zümrüd donu dəyişməyə tələsmirdi. Aramla əsən külək budağından qopan xəzəlləri səngərə tərəf qovanda, İlqarın yadına xəzanı vaxtsız gələn öz bağları düşürdü. Bağlarını xatırlayır. Özü də bilmədən ünvanı bəlli olmayan suallar verirdi. Buna nə vaxt son qoyulacaq? İntiqam anı nə vaxt yetişəcək? Belə suallar Mithət Əfəndinin də beynində canlanır. Və Mithət Əfəndi də eyni ilə camiyə gedəndən sonra tamam başqa düşüncələr, emosiyalarla oradan çıxmış olur. Camiyə qədər Mithət Əfəndinin də keyfi əhvalı yox idi. Çünki vətən işğal altındaydı. Hara baxırdısa İngilis, Fransız, Yunan zirehlilərini görmüş olurdu və deyir camidən çıxandan sonra Mithət Əfəndiyə İstanbul hür və məsrur göründü. Yəni azad və şən. Şad, xoşbəxt. Eyni ilə İlqar kimi. İlqar da qərargah rəisinin yanına gələndə nə qədər həyəcanlı idisə, onun yanından çıxanda bir o qədər sakit idi. Bu ritorik suallar da onları eyniləşdirir. Belə anlarda o dərindən kök sötürür, bəzən hissə qapılsa da doğma torpaqlara qayıdacaqlarına inanırdı. Cənab leytinant, sizi gözləyirlər. Yaxınlaşan əskərin səsi İlqarı düşüncələrindən ayırdı. O tələsi səngər boyu irəlilədi. Təpənin ayağında rəngi torpaqdan seçilməyən bir maşın onu gözləyirdi. Yarım saatdan sonra o briqada komandirinin yanındaydı. Komandirlə söhbəti çox qısa oldu. Kəndinizin yerləşdiyi ərazini, qonşu kəndləri xatırlayırsanmı? Kəndinizdən Araz çayına qədər məsafə neçə kilometr olar? O yerlər hər gün İlqarın gözləri qarşısında canlanırdı. İndi sanki oraları görürmüş kimi hər şeyi yerli yataqlı danışmağa başladı. Kəndlərinin adını, rayon mərkəzinə gedən yolları bir-bir xatırlatdı. Leytenant danışdıqca qarşısındakı xəritəyə, kəşfiyyatın hesabatlarına diqqətlə baxan komandir eşitdiyi məlumatların dəqiqliyinə heyrətlənirdi. Deməli, komandir
qarşısında, komandirin qabağında İlqar Əhmədli bunları danışır və xəritəyə baxan komandirdir. Hal-hazırda xəritəyə baxan İlqar deyildi və İlqar danışdıqca komandir xəritəyə baxır. İlqarın dediklərinin dəqiqliyini görürmüş orada. Çünki xəritədə onların hər biri öz əksini tapır, döyüş mövqeləri və s. və heyrətlənir buna. O sonda gülümsər baxışlarla zabiti süzüb, razılıq əlaməti olaraq başını tərpətdi. Deməli, məlumatların hamısı düz idi. Tələsmədən stuldan qalxan briqada komandiri əlindəki qovluğu dəmir seyfə qoyub İlqara tərəf çevrildi. İndi onun üz-gözündən mehribanlıq yağırdı. Növbətçinin yanında ol. Arxanca gələcəklər. Tankçıların səninlə söhbəti var. Deməli, onlara istiqamət verilməli idi, tankçılara. İlqar hərbi qaydada təzim edib qapıdan çıxdı. İşıqları yanıb sönən iri bir cihazın qarşısında oturan növbətçi əli ilə küncdəki stulu göstərdi. Bu, otur gözlə demək idi. Həyəcandan İlqarın ürəyi çırpınır, gicgah damarları şiddətlə atırdı. Fikirlər beynində bir-birini qovurdu. Bəli, zaman yetişib. İntiqam, qisas alacağımız gün yaxındadır. Görünür o yerləri görmək qismətimdə var imiş. Gözəl sentyabr səhəri açılmışdı. Göyün üzü tərtəmiz, hava sərin idi. Amma bütün bunları duyan yox idi. Uzaq vuran topların səsi aləmi başına götürmüşdü. Tanklardan atılan mərmilərin çıxardığı səs vahimə yaradırdı. Belə bir döyüş abu-havasının yaradılması müəyyən qədər var idi. Yəni top səsləri intiqam hekayəsinin əvvəlində, vətən yaralarında, yəni orada da əskər yoldaşlarını, döyüş yoldaşlarını biz görmüş oluruq. Artilleriya atəşindən sonra ordumuz Araz çayı boyunca hücum əmri aldı. Araz çayının adı çəkilmiş olur. Araz çayının adına da biz Xurşidvanın Natəvan əsərində rast gəlirik. Sonra İstiqlal poemasında yəni toxunulan məqamlı Araz çayı deyir ki, çayın altındakı torpağı birdirsə, o tayı bu taydan ayırmaq olmaz. Hansı çayın? Araz çayının altındakı torpaq. Mahmudlu kəndinə ilk girən İlqarın tağımı oldu. Araz çayı məsələsi Namərd Gülləsi hekayəsində də var idi və Misyojordan Dərviş Məsələ Şah əsərlərində. Mahmudlu kəndinə ilk girən İlqarın tağımı oldu. Deməli, kəndə ilk girən İlqarın tağımı. Hansısa kəndə girmək, yerə girmək məsələsi Azad hekayəsində də diqqətimizi çəkən məqamdır. Zəncana daxil olurlar demokratlar. Bu elə qəfil baş verdi ki, qaçmağa macal tapmayan düşmən əlbəyaxa döyüşü də uduzdu və xeyli canlı qüvvə əsir alındı. İlqar doğma kəndlərini tanıya bilmədi. Deməli, tanıya bilmirmiş. Baxın, deyir, tanıya bilmədi. Hər tərəf xarabazara çevrilmişdi. Salamat qalmış bircə bina da yox idi. Sökülmüş evlərin daşları bir-birinə qarışmışdı. Həyətləri qamış basmış, bir-birinə keçən qurumuş otlar bütün cığırları örtmüşdü. İri tut bağlarından nişanə qalan adda-budda qaralan kütük qəbristanlığı idi. Deməli, iri tut bağları, tut məsələsi də Talvar hekayəsində keçir. İki əskərlə həyətlərini axtaran İlqar gözlərinə inana bilmirdi. Əlinin içi kimi tanıdığı kəndlərinin elə bil altını üstünə çevirmişdilər. Heç nə yerində deyildi. Birdən onun gözləri işıqlandı. Quyunun yaxınlığında öz əli ilə əkdiyi nara heç nə olmamışdı. Dağıdılan evlərin, talanan bağların şahidi indi yalnız o idi. Tənha nar ağacı. Gərdənini tarım çəkərək dimdik dayanmışdı. Üstündə bircə nar var idi. Bircə dənə nar. Böyük idi. Qabığı da qıpqırmızı. İlqar ağacın meyvəsinə ehmalca toxundu. Ürəyi gizildədi. Çünki bu adi meyvə deyildi. Bu kənddə qalan yeganə canlı idi. Evlərinin, əşyalarının, həyətlərinin yadigarı idi. İlqar uşaqlıqda olduğu kimi onun nazik yarpaqlarını tumarlamaq istədi. Onlarda əvvəlki yumşaqlıq, kövrəklik yox idi. Tənhalıq bu zərif yarpaqları da kobudlaşdırmışdı. İlqar kövrəlmişdi. Baxın, burada şəkildə təsvir edilmişdir. Bütün ağırlara baxmayaraq dözümü ilə həqiqi sahibinin gələcəyini gözləyən bu ağac kəndin keçmişinin, varlığının timsalı idi. İlqar kənardan şəklini çəkən hərbi müxbiri görmədi. Deməli, onun şəklini çəkirlər. Ertəsi gün onun nar ağacı ilə çəkilmiş şəkli dünyaya yayıldı. Nar ağacı tənha deyildi. Yəni artıq nar ağacı tənha deyildi. Çünki o həqiqi sahibinə qovuşur. Bu sahib təkcə İlqar deyildi, bu həm də Azərbaycan igidləri idi. Yəni o torpaqlar öz həqiqi sahiblərinə qovuşdular, daha da dirçəldilər. Həqiqətən də, yəni bu hekayədə baş verənlər real hadisələrə əsaslanan məqamlardır. Biz bunların şahidi olmuşuq. 30 il əsarətdən sonra, erməni vandalların əsarətindən sonra torpaqlarımız öz azadlığına qovuşdu, həqiqi sahiblərinə qayıtdı və günü-gündən dirçəlir. Cənab Prezidentin rəhbərliyi altında o torpaqlarda abadlıq işləri görülür.
sakinlərimiz, qaçqın düşən vətəndaşlarımız öz torpaqlarına qayıdır və biz bunları şəhidlərimizin qanı bahasına əldə etmişik. Bunu heç vaxt unutmamalıyıq. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sizlərlə mən idim Aytaç müəllimə. Daha çox belə izahların olmasını istəyirsinizsə kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.